Salam, hər vaxtınız xeyir. Mənim adım Amildir, 45 yaşım var. Bugünkü mövzuda qısa olsa da, yəni reabilitasiya mərkəzindən və özüm haqqında biraz bölüşmək istəyirəm. Vurğulamaq istəyirəm ki, 14-cü ayımdır ki, mən sağlam həyatı yaşayıram. Gəncə reabilitasiya mərkəzinin sahəsində. Bir il bundan öncə elə bir vəziyyətə gəlib çatmışdı ki, mənim həyatım. Nəinki mən və mənim anam da qəbullanmışdı ki, Amil narkomandır və narkoman kimi öləcək. Çıxış yolu yox idi, yəni mən elə fikirləşirdim. Prosta məlumatım yox idi, yəni mən elə bilirdim ki, yəni mənim talihim belədir və mən narkoman kimi nə qədər ömrüm qalıbsa, Allah Taala mənə nə qədər ömür veribsə, mən elə narkoman kimi də öləcəm. Amma yəni Gəncə reabilitasiya mərkəzinə gələndən sonra mən başa düşdüm ki, həqiqətən də bugünkü gün 14-cü ayım gedir. Yəni 12 addım proqramı mənə şans verdi. Şans verdi ki, bu qalan ömrümü mən sağlam başa vura bilərəm. Nə demək istəyirəm? Demək istəyirəm, yəni mən bugünkü gün 14 ayda reabilitasiya mərkəzindəyəm. 6 aylıq prosesi keçmişəm. 3 aylıq volontyor deyilən bir şey var. Yəni təmənnasız, yəni xidmətdir. Yəni öz xoşumla qalmışam bugünkü günü. O 9 ayda keçmişəm və personal kimi bu günləri fəaliyyət göstərirəm. Yəni mən kimi də asılı bir insanlara kömək edirəm reabilitasiya sentrə. Və çöldə olan insanlara üzümü tutub demək istəyirəm ki, ola bilər kimsə bu günləri narkotikə yeni başlayıb və elə fikirləşir ki, mənim 20 il istifadəm olub ağır narkotiklə. Elə fikirləşir ki, bugünkü gün onun həyatında narkotik problemi yaratmırsa da, yəni heç vaxt yaratmayacaq. Üzümü tutub o insanlara demək istəyirəm ki, və onların valideynlərinə demək istəyirəm ki, o bu günləri belədir. Mənim də vaxtım var idi, 25 yaşımda mən də fikirləşirdim ki, narkotik eləyib işə gedirəm, sağlam, normal həyatı yaşayıram və mənim həyatımda heç bir fəsad ola bilməz. Amma vaxt gəldi, o dərəcə gəldi, çatdı ki, mən Gəncə şəhərində yaşaya mərkəzdə bir gün başa düşdüm ki, mənim həyatımda heç kim qalmayıb, heç kim yoxdur. Hər bir sferam məhv olub getmişdi. Yəni sentrə gələndən sonra mən başa düşdüm ki, həmin bu itkiləri mən ancaq burada bərpa edə bilərəm. Və nəyi vurğulamaq istəyirəm? Mən də bura gəlməmişdən öncə oturub özümdə illüziya, biz asılı adamlarda belə bir xəssiyyət var da. Yəni bizə elə gəlir ki, bizə hamı borcludur, bizə hamı nəsə eləməlidir. Mən də elə fikirləşirdim ki, vaxt vardı ki, hamı nəsə eləməlidir. Sentrə gələndən sonra mən başa düşdüm ki, ancaq mən özüm səhər durub o addımı atmalıyam ki, mənim xəstəliyim çox ağır xəstəlikdir. Yəni mən 20 il, indi onun hansısa bir yeni müddətini illəri götürməsəm, axırıncı 10 ili çox bərk əziyyət çəkmişəm. Yəni bütün hər şey dağın-dağın olmuşdu. Və onu demək istəyirəm ki, yəni o çöldəki olan istifadənin əziyyəti bugünkü günü sentrdəki məsələ bu prosesdən qat-qat ağırdır. Yəni şükürlər olsun ki, mənə da düzdür 45 yaşımda qismət oldu, amma heç vaxt heç nə gec deyil. Yəni mən bugünkü zaten mən bilirəm ki, 12 addım proqram və Gəncə reabilitasiya mərkəzi mənə şans veribdir ki, mən normal, sağlam həyatı yaşayam. Və sonda demək istəyirəm ki, reabilitasiya son deyil, həyatın başlanğıcıdır. Sağ olun.